Torpos qalmağa meyilli olan Ermənistana növbəti zərbə bu dəfə qərb dövlətlərindən gəlib. Belə ki, Beynəlxalq Boks Assosiasiyasının növbədənkənar konqresinin bu il Ermənistanda keçirilməsinə dair qərarı bir çox ölkənin boks federasiyasının kəskin etirazına səbəb olub. Diqqət çəkən məqam isə etiraz edənlər arasında Amerika Birləşmiş Ştatları, Fransa, Niderland kimi ölkələrin federasiyalarının olmasıdır. İndiyə kimi bir çox əhəmiyyətli prosesdən kənarda qalan Ermənistan bu dəfə xidmət etdiyi havadarlarından da sərt reaksiya görür. Beynəlxalq Boks Assosiasiyasının bu ilin sentyabrın 25-də Ermənistanda keçirməyi planlaşdırdığı növbədənkənar konqresin İrəvanda deyil, Lozannada keçirilməsi təklif olunur. Üz dövlətlər tərəfindən belə bir təşəbbüsün irəli sürülməsinin əsas səbəbi kimi Ermənistanın Rusiyanın həm hərbi, həm də siyasi müttəfiq olması ilə yanaşı, bu ilin mayında İrəvanda keçirilən Avropa çempionatı zamanı müəyyən pozuntuların aşkarlanmasıdır. Üstəlik, Assosiasiyanın hazırki prezidenti Umar Kremlyovun Ermənistana yaxınlığı və bunun nəticəsində yarışın keçirildiyi ölkədə viza məsələlərinin çətinliyindən istifadə edərək federasiyaların iştirakını məhdudlaşdırmaq cəhdləri üzv ölkələrin sərt reaksiyasına səbəb olub. Etiraz edən 16 ölkə arasında isə Amerika Birləşmiş Ştatları, Fransa, Kanada, Niderland kimi dövlətlərin olması nəzərdən qaçmır. Bu ölkədə bütün sahələrdə qeyri-stabillik var, anlaşılmazlıq var. Ermənistanın sağa, sola çalışması, o dövlətlərlə, bu dövlətlərlə iki tərəfli, iki başlı onu oynaması artıq idmana da sirayət edib. Artıq dünya idman ictimaiyyəti bunu bilir. Ona görə də Ermənistan keçiriləcək, gələcəkdə olacaq beynəlxalq yarışlara artıq bu dövlətlər və böyük mötəbər federasiyalar etiraz edirlər. Əslində, indiyədək bir neçə beynəlxalq yarışa ev sahibliyi edən İrəvan təşkilatçılıq haqqını çoxdan itirib. Bu ilin mayında Avropa boks çempionatı da təxribatsız keçməyib. Belə ki, yarışlar zamanı Ermənistan qondarma rejimin əski parçası ilə özünün xəstə təxəyyülünü nümayiş etdirməyə çalışmışdı. Məhz buna görə Azərbaycanın Boks Federasiyası, Beynəlxalq Olimpiya Komitəsi, Beynəlxalq Boks Assosiasiyası və digər qurumlara etiraz məktubları ünvanlamışdı. Bu faktın özü Ermənistanı müxtəlif tədbirlərdən məhrum etmək üçün tutarlı arqumentdir. Dəfələrlə beynəlxalq səviyyəli və nüfuzlu yarışlarda Ermənistan tərəfindən hansısa təhrif olunmuş dırnaqarası tarixi faktlar və eyni zamanda Ermənistanın ümumiyyətlə yarışların missiyasına uyğun gəlməyən davranışlarını özündə əks etdirən faşist ideoloji tezislərinin yer aldığı bukletlər paylaşılıbdır. Sonuncu dəfə də bilirsiniz ki, yarışlarda Qarabağdakı qondarma separatçı terrorçuların dırnaqarası bayrağını nümayiş elətdirmişlər. Paşinyanın təbirincə desək, mini inqilab yolu ilə hakimiyyətə gələn Nikolun komandası bu dəfə də Qərb dövlətlərinin qısnaması ilə üzləşib. Bir gün Rusiyanın, 2 gün isə Qərbin ətəyində qalmaqla güya balanslı siyasət yürütdüyünü iddia edən İrəvan, əsrlər boyu genetikasını hopturduğu xislətdən xilas olmağa məhkumdur. Ermənistanın havadarlarını aldatmaq cəhdləri bütün sahələrdə olduğu kimi idman sahəsində də uğursuzluqla nəticələnir. Rüstəm Mikayılzadə, Araz Mehdiyev, Rauf Məmmədov, ASTV Xəbər.